Haqq şərləri xeyr eylər, zənn etmə ki, qeyr eylər. Görəlim Mevlam neylər, neylərsə gözəl eylər. Gözəl insan həyatında baş verən hər bir hadisənin, hər bir hissin, duyğunun bir hikməti, bir sirri var. Heç nə boşuna deyil. Gəlməsə də xoşuna, heç nə deyil boşuna. Sadəcə şükür et, dərk et. Negativi, qısqanclığı, aqressiyanı tərk et. Və əmin ol ki, həyatında hər şey möhtəşəm olacaq. Əmin ol ki, hər şey sənin yüksək xoşbəxtliyinin, həzzinin, huzurunun bir təməl daşıdır. Hal-hazırda gözündən axan bəlkə də hicran, həsrət, dərd yaşıdır. Amma bu olayların tamamı sənin xoşbəxtliyinin təməl daşıdır. Nə olursa olsun, nikbin qal, müsbət qal. Qətiyyən imkan vermə ki, qəlbində kiməsə qarşı zərrə də olsun kin, küdurət, əsəb, gərginlik olsun. İmkan vermə buna. Sənə qarşı pisliklər edə bilərlər, sənə qarşı negativ ola bilərlər, sənə qarşı necə davranırlarsa davransınlar. Səndən insanlara qarşı kin, nifrət, əsəb çıxmasın. Belə olduğu təqdirdə müəyyən bir zamandan sonra sənə əsəb verən hadisələr, olaylar, insanlar yavaş-yavaş sənin radiusundan çəkiləcəklər. Möcüzəvi bir həyat yaşayacaqsın. Hal-hazırda içində bulunduğun reallıq bundan öncəki düşüncələrinin gətirdiyidir. Bax, indiki düşüncələrin çox önəmlidir. Lütfən sevgi dolu ol. Lütfən yargılama. Çünki yargılama algılamanın qarşısını alır. İnsanları bağışla. Sənə qarşı olunan bütün naxələflikləri bağışla. Bağı işlə. Yaradanla bağı işlə. Yarananı bağışla. Hər şey möhtəşəm olacaq. Ver qəlbini Allaha, xoşbəxt olmaq istəsən. Eşqin özü şahlıqdır. Elə bil taxt üstəsən. Sənsən sənin möcüzən.